İnsanların min illərdir inanclarında xüsusi yer tutan sehr və cadu anlayışı təəssüf ki, bugün də aktuallığını itirmir. Xalq arasında müxtəlif əşyaların, yağların və bitkilərin caduda istifadə olunduğu deyilir. Onlardan biri də qurd yağıdır. Qurd yağı ilə bağlı yayılan inanclar əslində insanları çaşdırmaqdan başqa bir şey deyil. Müsəlman aləmində adətən el arasında qurd yağı deyilən maddədən bu mənfur işlərin həyata keçirilməsində geniş istifadə olunur. Bunun nədən hazırlanması da haqqında da müxtəlif fikirlər var. Bəzi mənbələrdə, bəzi məlumatlara görə, daha doğrusu canavarın, yəni qurdun arxa pəncəsinin yağından istehsal olunur, belə deyək ki, dırnaqarası şəkildə və yaxud da ki, ölmüş insanın məzarda çürüyərkən onun bədəninə düşmüş qurdlardan, həşəratlardan istifadə olunur. Bizdə bu cür işlərlə məşğul olanlara qarşı ağır cəzalar yoxdur. Ancaq mən hesab edirəm ki, bu cəzalar olmalıdır. Çünki insanlarda bununla bağlı inamın artması böyük təhlükələrə gətirib çıxarda bilər. Ailələr arasında, insanlar arasında nəsil davaları, qan davaları və s. düşmənçiliklər, nifaq məsələləri meydana gələ bilər. Çünki bu açıq-aşkar şeytan əməlidir və insanların cəmiyyətdə sosial həyatına böyük ağır zərbə vuran məsələlərdən biridir. Bunu cadunun əsas silahı kimi təqdim edənlər sadəcə insanların qorxularından və savadsızlıqlarından istifadə edirlər. Əslində isə nə cadunun, nə də qurd yağının gerçək gücü var. İllərlə davam edən bu batil inanclar cəmiyyəti yalnız geri sala bilər.